Azərbaycanda mətbuatın əsası Zərdabi ilə qoyulub. Onun da məqsədi nə idi? Yatmış xalqı oyatmaq, cahil xalqı maarifləndirmək. Və həmin dövrdən bu yana Azərbaycan mətbuatı sözünü hal-hazırda dilimizə gətirə biliriksə, bu həmin müstəqil jurnalistlərin sayəsindədir. Hansı ki, onların hal-hazırda bəziləri həbsdədir. Çünki jurnalistika kiməsə yaltaqlanmaq deyil, jurnalistika icazəli xəbər yaymaq deyil, senzuralı material vermək deyil, oturub hansısa məmurun, hansısa kiminsə xətrinə dəyməsin deyə oxuduğun, yazdığın xəbəri 10 dəfə gözdən keçirib redaktə eləmək, bunlar jurnalistika deyil. Jurnalistika hal-hazırda həbsdə olan, hal-hazırda azadlıqda olan təkcə jurnalistin gördüyü işdir. Hansı ki, onlar ölkədəki korrupsiyadır, cinayətdir, polis özbaşınalığıdır, sosial problemlərdir, iqtisadi problemlərdir, vətəndaşların problemləridir. Hansı ki, onları heç bir dövlət kanalı, heç bir dövlətin media orqanı onları çatdırmır.